Belə bir açılımdan gəlmişəm. İkisi də tarot kartlarıdır. Deməli, bu qoloqrafik tarolardır. Bu da ki, Vedminski tarotdur. Bir məsələ ilə əlaqədar iki yol seçirsən. Bu məsələdə tutaq ki, filan addım atsam necə olacaq və yaxud da ki, digər addım atsan necə olacaq? Bir məsələ ilə əlaqədar iki yol ayrımındasan və seçim elə. Variantları seç. Birinci variant və ikinci variant. Gəl baxaq. Deməli, birinci variantı seçək. Bu məsələ ilə əlaqədar ümumiyyətlə bu addımı atmaq sənin üçün xeyirlidirmi? Bu addımı atmaq xeyirlidirmi? Bu addımın müsbət tərəfi nədir sənin üçün? Bu addımın negativ tərəfi nədir sənin üçün? Bu addımı alındıracaqsanmı və nəticəsi necə olacaq? Buna baxaq. İkinci kartlarla da eyni sualı verəcəyik. Gəlin baxaq birinci varianta. Bu addım sənin üçün ümumiyyətlə xeyirlidirmi? Fikrindəki məsələ ilə əlaqədar kartı qaldıra bilsək. Bu addım sənin üçün askıda qalmış bir durumdur. Məsələn, sən bu addımı atsan, hazırda içində bulunduğun situasiya belə də davam eləyəcək. Yəni, məsələn, tutaq ki, fikirləşirsən ki, filan məsələdə, belə deyim də, olduğu kimi davam etmək xeyirlidirmi? Belə bir suala uyğundur bəlkə də bu. Askıda qalmış, dəyişməyən bir durumu sənə xatırladır bu addım. Yəni, istədiyin nəticəyə çatmaq olmayacaq və gözləntilərini doğrultmayacaq bu addım. Müsbət tərəfi nədir bu addımın? Müsbət tərəfi nədir bu addım atmağın? Müsbət tərəfi elə bir müsbət tərəfi yoxdur. Sadəcə olaraq, belə deyim də, bir yalanın içində, bir yalan situasiyanın içində davam edəcəksən bu məsələdə. Özünü aldatmaqla əlaqədardır da və bunun sonu yenə də yoxdur. Mən sənə deyim. Negativ tərəfləri nədir? Zaten müsbətdə negativ çıxdı. Daima, belə deyim də, dəyişkən bir situasiyanın içində olacaqsan. Konkret bir situasiya deyil bu situasiya. Burada münasibətlə, dostluqla və işlə hər nədirsə, daima dəyişkən bir situasiya ilə olacaqsan və bu səni incidəcək, bu səni yoracaq, bu səni bezdirəcək və burada sənə zərbə dəyə bilər. Sən bu məsələ ilə əlaqədar udar ala biləcəksən. Bunu alındıra biləcəksənmi? Davam eləsən. Alındıra biləcəksən deyəndə yox. Bu səni daha da çətinləşdirəcək durumunu və axır əvvəl tisarvörsə də, yəni alındıra bilərsən, amma bu alındırmaq sənin özündən vermək kimi bir şeydir bu. Nəticəsi necə olacaq? Sənin üçün nəticəsi stabillik qazanır, stabil bir durum olacaq nəticəsi sənin üçün. Məsələn, burada çoxlu səbr eləyirsən, tutaq ki, alındırmaq üçün nəticədə özünü, belə deyim də, aldatmış bir xoşbəxtlik yaşaya bilərsən. Tutaq ki, özünü aldadacaqsan. Bu durumun nəticəsində sadəcə özünü aldadacaqsan ki, hər şey yaxşıdır, hər şey qaydasındadır, ancaq elə deyil. Bu birinci variantdır. İkinci variantda da eyni suallar. Bu addımı atmaq sənin üçün xeyirlidirmi? Bu addımın müsbət tərəfi nədir? Bu addımın mənfi tərəfi nədir? Bu addımı alındıracaqsanmı və nəticəsi sənin üçün necə olacaq? Gəl baxaq. Bu addım sənin üçün xeyirlidirmi? Bu addım əslində ilahi bir qərardır və sənin üçün xeyirlidir. Bu elə bil ki, bir siklın, bir dövrün bitişi və yeni bir dövrün başlanğıcıdır. Bu addım elə bil ki, üzərində mübahisə apardığın bir durumun xeyirlisi ilə nəticələnməyidir. Bəli, bu addım sənin üçün xeyirlidir. Bu addım vacib bir şeydir hətta. Yəni, bu addımı ata bilərəmmi deyil də, bu addımı atmalısan. Bu addım ədalətli bir addım olacaq. Ədalətli bir seçim olacaq. Bu addımın müsbət tərəfi nədir? Müsbət tərəfi sənin həm maddi, həm mənəvi cəhətdən yeni bir yol çıxışındır. Azadlıq çıxışındır. Sanki bu azad olacaqsan. Maddi tərəfdən düşünürsənsə, maddi tərəfdən rifahın olacaq. Stabillik düşünürsənsə, sənin üçün stabillik qazanacaqsan da. Bu addımdan sonra sənin üçün xeyirli bir yol olacaq və belə deyim də, sakitlik qazanacaqsan, sakitlik tapacaqsan burada. Negativ tərəfi nədir? Bu addımın mənfi tərəfi nədir? Mənfi tərəfi bir damcı maddi cəhətdən boşluq ola bilər sənin üçün və ya bir damcı, belə deyim də, elə də böyük bir maddi, belə deyim, mənfi tərəfi yoxdur burada. Sadəcə güc qazanacaqsan. Çünki müsbət tərəfi olmadığı üçün mənfi tərəfi, yəni bunu addımı atsan, bir mənfi görməyəcəksən. Tamam, çünki mənfi tərəfi burada görmürəm mən. Mənfi tərəfi sadəcə biraz ruhsal cəhətdən dəyişiklik yarada bilərsən. Dəyişkən bir situasiya ola bilər. Biraz maddi tərəfdən biraz belə sarsıla bilərsən. Amma haqlı olaraq addım atmalısan. Bunu alındıra biləcəksənmi? Bunu
Elə bil ki, bu elə bir addımdır ki, elə bil kimlənsə qarşılıqlı danışıb sövdələşəcəksən və yaxud da ki, elə bir addım çıxır ki, mən bunu eləyəcəm filan, kimlənsə məsləhətləşirsən tutaq ki, və yaxud da ki, kimlənsə həmin addımı atacağın insanla bunu danışacaqsan, manipulyasiyalara uğraya bilərsən və qarşı tərəfdən bu addımı atmaq üçün sənə qarşı tərəf, bu addımı atacağın insan sənə biraz maneələr, əngəllər törədə bilər, belə deyim də. Amma alındıra bilərsən, yəni manipulyasiyalara fikir verməsən və yaxud da ki, belə deyim, belə bir neqativ durumlara fikir verməsən, alındıracaqsan bu addımı, ancaq sənin üçün çətin olacaq. Burada sırf baxın, alındıracaqsan. Burada bir şeyi kəsib atmaq bir dövrü bitirməklə əlaqədardır və alındıracaqsan. Sadəcə olaraq özünü hazırlamalısan bu addıma görə. Nəticəsi sənin üçün necə olacaq? Nəticəsi sənin üçün uğura gedən yol olacaq sənin üçün nəticəsi. Bax, bu sıxıntılı bir dövrdən, ya maddi cəhətdən, ya mənəvi cəhətdən. Tutaq ki, bəzilərinizdə bəlkə münasibətlə əlaqədar fikirləşirsən ki, bundan bitirsəm yaxşı olacaqmı və yaxud da ki, iş yerindən əlaqədar bu işdən çıxsam yaxşı olacaqmı? Bəli, uğursuz bir dövrün bitişi və öz qismətinə gedən bir yol olacaq sənin üçün. Budur. Nəticəsi sənin üçün xeyirli çıxır. Sadəcə belə deyim də, stabilləşdirəcəksən də durumu. Hazır ki, sıxıntılı bir durumun stabilləşəcəyi bir dövr və yeni bir yol çıxışı olacaq sənin üçün. Daha dərinli siz daha yaxşı bilirsiniz. Nəzərinə çatdırım ki, bu kollektiv açılımdır. %100 hər kəslə bir tutmamağı normal bir şeydir. Burada kimsə dərədən tullanan bir də görsən yazır. Gəlir kollektiv açılımda əvvəlcədən xəbərdarlıq edirəm, gəlir yazır, mənə aid deyil. Tülək, sənə aid deyil, niyə burada gəlib yazırsan? Demək ki, sənin açılımın deyil də, yəni gəlib burada elan eləmək lazım deyil, yəni başqa bir açılımlara bax və yaxud da ki, demək ki, mən səninlə enerjimiz uymur və ona görə də sənə uyğun deyil. Enerji məsələsidir. Bu açılımların hər biri kollektiv açılım enerji məsələsidir. Müəyyən bir durumda olursan, müəyyən bir enerjidə olursan, kainatdan həmin durumla əlaqədar, belə deyim də, açılım istəyirsən, kainatdan cavab istəyirsən və qarşına bu video çıxır. Bu sırf enerji məsələsidir. Bunu sizə başa salım. Biri yazır ki, ola bilərmi hər kəsdə eyni situasiya olsun? Yox, bu sadəcə psixoloji bir şeydir. Xeyr, enerji məsələsidir. Hər dünya, aləm, hər bir şey enerji üzərində qurulubsa, bəli, eyni enerjidə olan milyon nəfər insanlar var. Belə bir şey başa salın. Bugün burada sənin ağlına bir ideya gəlirsə, demək ki, hardasa sənin enerjində olan insan ağlına da o ideya gəlir və sən bu ideyanı tutaq ki, işlə əlaqədar, nəylə əlaqədar həyata gerçəkləşdirməsən, bir də görürsən ki, kimsə dünyanın o başında həmin iş addım atır, deyirsən ki, ayda bu da mənim də ağlıma gəlmişdi. Belə bir şey deyim sizə. Bu enerji məsələsidir. Eyni enerjidə olan insanlar, eyni videolar qarşısına çıxır, eyni situasiyalar olur və o situasiyalarla əlaqədar, yəni özlərini görür və belə deyim də cavablarını tapırlar. Belə, aldım, qəbul edildim, yaz ətrafı baxın, üçünsə profildəki nömrə ilə əlaqə saxla.